Paşinyan, səhv eləyib sağ gürlatmışam, səndən sığınacaq istəyirəm. Get bunu elə də, eləmirsən, niyə eləmirsən? Gəl mənim efirimə çıx görüntülü deyən Paşinyan, Qaziyəm. Ala, yeni biletimdə bu. Məni qəbul elə. Sığınacaq istəyirəm. Zaten ne kadar adam sığınacaq istəyib Paşinyanla. Bilirsiniz ne kadar adam Paşinyanla sığınacaq istəyib. Eləyin də mənim üstümə nə düşürsünüz? Elə gözləyin, üstü Qabilə deyin, Qabilə də bura kart koysun, bir yarım saat danışsın, bir 200-300 manat alın, sonra getdiniz 2-3 ay. Sonra təzdən gəlin bura. Ay qardaş, sən hərəkət eləmə, mən sən əvəzə dilənim eləmi? Başına dönün. Get ağ bayrağı götür belə, heç getmirsən, ev yox. Deyən, ay Paşinyan, gəlirəm sərhəddə. Səndən zaten evə xeyir vermirsənsə, uşağa çörək vermirsən, uşaq qoy nənəsi, babası, əmisi, dayısı ilə. Bir parça çörəyi heç kim əsirgəməz, verər. Gedin, uzaq baş türməyə salacaqlar da, öldürəcəklər səni, yox. Zato tarixə düşəcəksən. Zato o əməlinlə tarixə düşəcəksən. Zato o hakimiyyət dəyişən kimi kim gəlsə də sənə ən yaxşı ev verəcək deyəcək, otur burada. Sən, orada çıx, TikTok'a çıx dilən, ora çıx dilən, sən əvəzdən mən dilənim. Olmur axı belə şey.